Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Müğənni Mətanət Əsədova qalmaqallı açıqlama verir. Xəbər verilir ki, o həmkarı Şəbnəm Tovuzluya sözləri ilə diqqət çəkir. Tovuzludan zəhləsi getdiyini deyən Əsədova aralarında yaşanan qalmaqala işarə edib. Ondan zəhləm gedir. Çıxsın nə deyir desin. Əgər bir insan səndən böyükdürsə, 100 ildə mahnı oxuya tamaşaçı toplaya bilərsən. Baxış sayın da çox ola bilər, amma başından böyük danışırsansa, mən bilirəm necə edərlər. Mətanət Əsədova sadəlik, insanlıq edirsə, məclisdə toy sahibinin xətrinə susursa, səsini kəs, otur yerinə. Əsəbləşməyim, kimin ürəyini qırmayım deyə sakit gedə bilərəm. Mən həkim deyiləm, cərraham, bir dəfəlik kəsirəm. Bunları ümumiyyətlə deyirəm, xoşum gəlməyən adam haqqında deyirəm. Mənim itirəcək heç nəyim yoxdur. Nə evimdə uşaq gözləmir, həyat yoldaşım demir ona nəsə olsa, nə eləyəcəm, mən tək yaşayıram, keyf edirəm, qayda ilə də danışıram.